Deməli, burada deyir ki, bərabərliyindən y-i x və z ilə ifadə edin. Bunun üçün, deməli, mən y bərabərdir x və z-dən ibarət olan ifadəyə. Orada 2 bölünsün y-i saxlayıram bir tərəfdə. Bu 1 bölünsün z-i keçirirəm, 3 bölünsün x-in yanına. Üstəgəl olur 1 bölünsün z. Ortaq məxrəc gətirirəm x, z. Birinci kəsirin tamamlayıcı vuruğu olur z, ikinci kəsirinki olur x. Bunlar da bir-birinə vuranda 3z üstəgəl x tapıram. Və deməli, buradan aldım ki, 2 bölünsün y bərabərdir 3z üstəgəl x, məxrəcdə də x, z. Və buradan y-i tapmalıyam. Tənasüb kimi bir-birinə vursam, y-i vurmalıyam 3z üstəgəl x-ə. Bərabər olmalıdır. 2-ni vurmalıyam x, z-ə. Buradan da y-i tapsam, məlum vuruğu hasili məlum vuruğa böləcəm. 2x, z-i bölməliyəm 3z üstəgəl x-ə. Burada da olur cavab D variantı. Bu qədər.